Yəni bilirsiniz ki, əziz xanımlar, bəylər, lap elə körpə uşaqlarımız, Seyfəddin doktorun klinikasında dava dərman yoxdur. Bu dəqiqə bütün dünya davadan, dərmadan qaçır, Tural. Hamı təbii üsullarla müalicə istəyir. Doktorumuzun klinikasında nədir? Məcunlardır, bitkilərdir, arıdır, zəlidir, qurbağadır. Yenə qurbağa müalicəsi var, doktor? Bəli. İcamadır, iynə batırma ilə müalicədir. Sonra kare aparatı var, ayaq altında adamlar var, deyir, ayağımı yerə basa bilmirəm, duzlaşma var. Elə yeri gəlmişkən bizim bir xəstəmiz gəlib, çox gözəl bir insandır, kişidir. Deyir ki, mən elə ona gəlmişəm, istəyirəm o kare aparatından ayağımın altındakı duzu əridən. Dedim, böyük məmnuniyyətlə, dünən qəbul elədilər, satıldandı. Yəni, insanlarımız təbii müalicəyə üstünlük veriləndə, Ukraynadan bizim gəlir xəstəmiz, Türkiyədən çəkib gətirəcəm, izləyicilərimiz baxacaqlar. Bir ailə Türkiyədən